Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve ala ali beytihi tayyibin tahirin el ma'asumin aleyhimussalam ve la'natu daim ala a'daihim ecmain minel an ila qiyavmi yevmiddin. Bizim dərsimiz, bizim mövzumuz Quran elmlərindəndir. Artıq bir neçə mövzuya aydınlıq gətirmişik. İnşallah bu gün də çalışarıq Quran sözünün mənasını izah edək. Görək Quran sözü hansı mənanı ifadə edir. Ümumiyyətlə belə bir məsələ var ki, hər hansı bir elmdən danışdıqda ilk öncə o elmin adını daşıyan o termin ki var, o söz ki var, ona aydınlıq gətirilir. Məsələn, belə bir misal vuraq. Əgər bir coğrafiya elmindən danışılırsa, ilk öncə coğrafiya sözünün adına aydınlıq gətirilir. Coğrafiya sözü hansı mənanı ifadə edir, hansı mənşəli sözdür, nəyi ifadə edir, buna aydınlıq gətirilir. Ondan sonra coğrafiya elmini əhatə edən mövzular, coğrafiya elmini əhatə edən o bəhslər ki var, onlar incələnir, təhlil olunur. Bu bir qaydadır. Bizim mövzumuz da, bizim bəhsimiz də Quran elmlərindən olduğu üçün görək ki, Quran sözünün mənası nədir? Yəni biz əgər Quran oxuyuruqsa, Qurandan danışırıqsa, görək Quran sözünün mənası nədir? Quran ərəb dilində olduğu üçün əlbəttə Quran sözü də ərəb mənşəli sözlərdəndir. Quran sözünə lüğət alimləri, təfsir alimləri, eyni zamanda Quran elmlərini araşdıran alimlər bir neçə məna veriblər. İnşallah onlardan məşhur olan bir neçəsini qeyd edərik. Birinci məna budur ki, mərhum Şeyx Təbərisi öz əsərində Məcməul Bəyan fi Təfsiril Quran təfsirində birinci cildində Quran sözünü belə izah edir. Əl-Quran, yəni Quran sözünün mənası nədir? Mənahu əl-qiraə fil əsl. Quran sözünün mənası əl-qiraə, yəni oxumaq deməkdir. Və huvə məsdarun qiraət. O, oxumaq sözünün məsdəridir. Ki, bizim dildə Quran sözünü məna edəndə oxumaq məsdər feilidir. Yəni tilavət, yəni oxumaq. Ki, ərəb dilində qiraət, tilavət eyni mənanı ifadə etdiyi üçün bizim dildə hər ikisi də oxumaq mənasını ifadə edir. Yəni Qurani Kərim ərəb dilində olan qərəə feilindən alınıb, qərəə feili də oxumaq mənasını ifadə edir və Quran da o feilin məsdəridir. Bu mənaya dəlil olaraq Allah Resulü Həzrəti Muhammed sallallahu aleyhi və alihi və səlləmə nazil olan Ələq surəsinin ilk 5 ayəsini misal gətirmək olar. Yəni aydınlıq, bu ayə ilə aydınlıq gətirmək olar. Allah Teala bu ayədə, yəni Peyğəmbərə nazil olan ilk ayənin birincisində iqra feili ilə başlayır. Yəni oxu feili ilə başlayır. Allah Peyğəmbərə buyurur ki, Bismillahirrahmanirrahim. İqra. Yəni ilk nazil olan ayənin ilk kəlməsi də iqradır. Yəni oxumaq. Peyğəmbərə Allah deyir oxu. İndi bu mənanı biz götürdükdə, bu mənaya diqqət etdikdə belə nəticə əldə edirik ki, Quran oxunması vacib olan, oxunması gərək olan bir kitabdır. İkinci məna, Qurani-Kərimə nisbət verilən ikinci məna, Quran qarənə kökündən olub, qarənə mənşəli, yəni kökündən olub, yaxınlaşmaq, birləşdirmək mənasını ifadə edir. Qurana da bu adın verilməsi, yəni yaxınlaşdırmaq, birləşdirmək, bu mənanı belə izah edirlər ki, əgər bir insan Quranın dediklərinə əməl edərsə, yəni halalına, haramına riayət edərsə, vacibatlarına, əmrlərinə, nəhirlərinə əməl edərsə, bu vasitə ilə insan Allaha yaxınlaşır. Yəni Quran insanı, bəndəni, məxluqu xaliqə, Allaha yaxınlaşdıran ən birinci vasitədir. Üçüncü məna, Qurana verilən ad, yəni məna, budur ki, Quran sözünün mənası cəm etmək, toplamaq mənalarını ifadə edir. Bəs bu mənanı da belə izah edirlər ki, Qurani Kərim özündən əvvəl nazil olan səmavi kitabların həqiqətlərini, vacibatlarını, əmrlərini özündə cəm edən bir kitabdır. Yəni Qurandan əvvəl nazil olan kitablarda o həqiqətlər ki var idi, məsələn, bütün insanları, cəmiyyəti təvhidə, tək Allahlığa dəvət edirdi, Peyğəmbərə imana dəvət edirdi, axirətə imana dəvət edirdi, yaxşı işlərə dəvət edirdi, pis işlərdən çəkindirirdi. Yəni bunların hamısını Qurani Kərim özündə cəm edib, ona görə də Qurana verilən
Mənanın biri də budur ki, cəm etmək. Yəni özündən əvvəl nazil olan bütün səmavi kitabların həqiqətlərini özündə cəm etmişdir. Bu qeyd etdiyimiz 3 mənadan əlavə bir neçə mənalar da qeyd ediblər ki, amma ən məşhurlarını biz qeyd etdik. Amma bu mənaların içərisində də ən məşhuru elə birinci mənadır. Yəni Quran sözünün mənası oxumaq. Bu məna daha çox irəli sürülür ki, Quran sözünün mənası oxumaq deməkdir. Quran oxumaq anlayışı o zaman öz əksini tapar. Məsələn, biz ki deyirik Quran sözünün mənası oxumaqdır. Yəni Quran oxumaq anlayışı o zaman öz əksini tapar ki, insan Quranı oxuyar, dərk edər və ən əsası da Qurana əməl edər. Yəni belə deyək də, Quran oxumaq o zaman bizim üçün fayda olar ki, oxuduqlarımızı dərk edək, Quranın halalına, haramına riayət edək, vacibatlarına tabe olaq, əmrlərinə tabe olaq, nəhilərindən çəkinək. Əgər belə olarsa, bu zaman Quran oxumağın faydası olar və Quran oxumaq anlayışı öz əksini tapar. Əks təqdirdə biz Quran oxuyub onu dərk etməsək, ona əməl etməsək, onda Quran oxumaq anlayışı real olmaz. Yəni öz həqiqətini tapmaz. İndi bu mənalar biz dedik ki, Quranın lüğəti mənaları idi. Amma istilahi mənası isə, yəni belə deyək də, bir termin yox, bir elmi mənasına gəlincə isə, Quran sonuncu peyğəmbərə, Həzrəti Muhammed sallallahu əleyhi və alihi və səlləmə Allah Taala tərəfindən nazil olan sonuncu səmavi kitaba verilən addır. Yəni əlimizdə olan bu kitab ki var, bunun adı Qurani-Kərimdir. Bu sonuncu peyğəmbərə nazil olub və bu kitaba verilən ad da nədir? Qurani-Kərimdir. Necə ki əvvəlki peyğəmbərlərə nazil olan kitablara adlar verilib. Məsələn, Həzrəti Musa əleyhissalama nazil olan kitaba Tövrat adı verilib. Həzrəti Davud əleyhissalama nazil olan kitaba Zəbur adı verilib. Həzrəti İsa əleyhissalama nazil olan kitaba İncil adı verilmişdir. Eyni zamanda da sonuncu peyğəmbərə nazil olan kitaba da Quran adı verilir. Əlbəttə bu adlar insanlar tərəfindən, cəmiyyət tərəfindən yox, məhz Allahın özü tərəfindən verilir. Biz Qurana baxdıqda bunu açıq-aşkar görürük. Allah Taala özü sonuncu peyğəmbərə nazil etdiyi kitaba Qurani-Kərimin özündə bir neçə ayədə elə Quran adı verib. Məsələn, o surələrdən biri Bəqərə surəsinin 185-ci ayəsində Allah belə buyurur: "Şəhru Ramadanəl-ləzi unzilə fihil Qur'an." Ramazan ayı elə bir aydır ki, o ayda Quran nazil olub. Yəni biz görürük ki, Allah bu ayədə peyğəmbərə nazil olan kitabı Quran adlandırır. Digər bir ayədə Nisa surəsinin 82-ci ayəsində Allah buyurur: "Əfələ yətədəbbərunəl Qur'anə." Deyir, onlar Quran haqqında, Qur'anı düşünməzlərmi? Ki, bu ayədə biz görürük ki, Allah peyğəmbərə nazil olan kitabı Quran adlandırır. Başqa bir ayəni misal çəkmək olar. Ən'am surəsinin 19-cu ayədə Allah belə buyurur ki, yəni peyğəmbərə əmr edir. Peyğəmbər insanlara oxuyur ki: "Və uhiyə iləyyə həzəl Qur'an." Bəs bu Quran mənə vəhiy olunub, "Liunzirakum bih." Onun vasitəsilə sizi xəbərdar edir. Yəni bu ayədə də biz açıq-aşkar görürük ki, Allah sonuncu peyğəmbərə nazil olan kitabı Quran adlandırır. Eyni zamanda Yasin surəsində də Allah hətta Qurani-Kərimə həkim sifəti də verir. Deyir: "Yasin vəl Qur'anil hakim." And olsun hikmətlə dolu olan Qur'ana. Biz bu ayələrə baxdıqda görürük ki, həqiqətən də Allah Taala özü sonuncu peyğəmbərə nazil olan kitabı Quran adlandırır. Eyni zamanda Qur'anın özündə, Qur'anın biz digər ayələrinə baxdıqda görürük ki, Qur'ana nisbət verilən bir çox sifətlər də var, bir çox başqa adlar da var. İnşallah növbəti videolarımızda, növbəti dərslərimizdə Qur'anın özündə Qur'ana nisbət verilən o adlar haqqında danışarıq. Allah hər birimizi bu işdə müvəffəq eləsin. Vəssalamu aleykum və rəhmətullah və bərəkətuh.